Herkese salam, kanalıma hoş gelmişsiniz. Bugün sizlerle birlikte 9 illik test toplusundan hərəkət oxşarlıq mövzusunu izah edirəm. Gəlin başlayaq. Videoya başlamazdan əvvəl sizdən kiçik bir xahişim var. Əgər hələ də kanalıma abunə deyilsəniz, kanalıma abunə olaraq mənə dəstək ola bilərsiniz. Hər biriniz çox sağ olun. Birinci sual. 2 kvadratın tərəflərinin nisbəti A1-in A2-yə nisbəti 4 olarsa, perimetrlərin nisbətini tapın. Mən bilirəm ki, kvadratların hər biri oxşar fiqurlardır. Çünki kvadratın bütün bucaqları 90 dərəcədir. Yəni, bütün kvadratlar oxşardır. Tərəflərinin nisbəti 4-dürsə, perimetrlərin nisbəti də 4 olacaq. Və yaxud da ki, perimetr düsturu necədir? 4A düzdür. İndi P1 üçün yazsam, 4 vurulsun A1, P2'ni tapsam 4 vurulsun A2. Bunların nisbətini istəyir. Nisbətində 4'lər ixtisar gedir. Elə A1 böl A2 nə verir bizə? 4. Ona görə cavabımız 4'dür. İkinci sual. Diametrlərinin nisbəti 4 olan iki çevrənin uzunluqlarının nisbətini tapın. Çevrənin uzunluq düsturu C bərabərdir pi-d ilə hesablanır. İndi bizə C1 böl C2'nin D2 tapın, düzdür. Aha. C1 böl C2 də pi vurulsun D1 bölünsün, pi vurulsun D2'dir. Pi burada sabitdir, ixtisar gedir. Cavabımız elə D1 böl D2'ye bərabər olacaq. D1 böl D2 də bizə verilib 4. Deməli cavabımız elə 4'dür. Y variantı. Üçüncü sual. İki oxşar üçbucağın sahələri 90 və 150 metr kvadratdır. İkinci üçbucağın bir tərəfi 10 metr olarsa, birinci üçbucağın uyğun tərəfini tapın. Oxşar üçbucağın sahələrinin nisbəti S1 bölünsün S2 bərabərdir. Onların uyğun tərəflərinin nisbətinin kvadratlarına bərabərdir. İndi burada davam eləsək, bizə nə verilib? Sahələr verilib, yəni 90 bölünsün 150 bərabərdir. Bizə deyir ki, ikinci üçbucağın bir tərəfi 10'dur. İkinci üçbucağı mən məxrəcdə yazmışamsa, onun uyğun tərəfində məxrəcdə yazmalıyam. Bizdən də birinci üçbucağın uyğun tərəfini istəyir. Ona da yazıram bir dənə x. Bu nisbətin kvadratına bərabərdir. Burada ixtisarlarımı aparsam, 9'u yenə 3'ə ixtisar aparsam 3, 15'i 3'ə ixtisar aparsam 5. Deməli, 5'də 3 bərabərdir. X bölünsün 10'un kvadratı. Gəlin birbaşa yazaq. X kvadratı böl 100. Bunu da çarpaz vursam nə alınır? 5x kvadratı bərabərdir 300'ə. X kvadratı bərabərdir 60. X də bərabərdir kök altında 60. Kök altında 60'dan da deməli belə yaza bilərəm də. Kök altında 60'ı 4 vurulsun 15 kimi yazıram. 4'dən kök çıxır 2. Bu da olur 2 kök altında 15. Yəni Y variantı. Dördüncü sual. İki oxşar üçbucağın sahələri 67 və 268 cm kvadratına bərabərdir. İkinci üçbucağın bir tərəfi 13 olarsa, birinci üçbucağın uyğun tərəfini tapın. Yenə də eyni qaydada. S1 bölünsün S2 bərabərdir. Uyğun tərəflərin nisbətinin kvadratı olacaq. İndi burada S1 67'dir. S2 268 bərabərdir. Deməli, birincinin tərəfi məlum deyil, x yazıram. İkincinin tərəfi məlumdur, 13 cm-dir. Bu nisbətin kvadratına bərabərdir. İndi burada deməli mən ixtisar görümü var. Baxıram ki 67'ye ixtisar gedir. Sürətdə 1, məxrəcdə 4. İndi burada x kvadratı bölünsün 169 kimi yazıram. Çarpaz vuran zaman 4x kvadrat 169'dur. X kvadratı 169 böl 4'dür. X də bərabərdir kök altında 169 böl 4. Yəni 13 böl 2. Bu da 6,5 cm-dir. C variantı. 5-ci sual. ABC üçbucağında MN orta xəttdir. SMBN üçbucağı 24'dür. Və AMNC dörtbucaqlısının sahəsini istəyir. Yadınızda saxlayın. Əgər üçbucağın orta xətti çəkilibdirsə, yəni verilmiş şəkildə, buradakı kiçik üçbucağın sahəsi S olur. Aşağıdakı dörtbucaqlının sahəsi isə 3S olur və ümumi üçbucaq 4S olur hər zaman. İndi MB'nin 24'dürsə, bu dörtbucaqlı 24'ün 3 mislidir. Yəni 24 vurulsun 3, 72 olacaq. A variantı. 6-cı sual. ABC və A1-B1, C1 üçbucağı oxşardır. ABC'nin perimetri 60, A1-B1, C1'in perimetri 40. Bu zaman BC böl B1, C1 tap. Yadınızda saxlayın. Oxşar üçbucaqlarda tərəflərin nisbəti
perimetrlərin nisbəti bərabərdir. İndi burada deməli BC olan üçbucağımız ABC. Deməli 60 bölünsün. B1 C1 də digər üçbucaqdadır, yəni 40. Bu da ixtisar gedir 1,5, yəni B variantı. 7-ci sual. Deməli, bu səfər də yenə eyni qaydada ABC-nin perimetri 75, A1, B1, C1-in perimetri 45-dir. AB bölünsün, A1, B1 tap. AB bölünsün, A1, B1 elə perimetrlərin nisbətidir. Yəni, 75 bölünsün, 45. Burada da mən neçə ixtisar apara bilərəm? 15 ixtisar aparsam 3, 15 ixtisar aparsam 5, 3-də 5, o da A variantı. Burada bir dənə diqqətli olun ki, 5-də 3 götürməyin. Yəni, fikir verin. Sürətdə yazılan hansıdır? AB. Onda ABC üçbucağının perimetri birinci gəlməlidir. Baxın, AB-nin qarşısında hansıdır? 75. Yəni ABC-nin perimetri. Yerlərini dəyişik yazmayın. Sonra 8-ci sualda yenə ABC və A1, B1, C1 oxşardır. Tərəflər məlumdur. Bu səfər sahələrin nisbətini istəyir. Deməli, SA1, B1, C1 bölünsün SABC bərabərdir. Tərəflərin nisbətinin kvadratları olacaq. İndi burada AB-nin A1, B1 var. Yəni, A1, B1 bölünsün AB, amma bu nisbətin kvadratı olacaq. Bu da bərabərdir nəyə? A1, B1 15-dir, AB də 6-dır. Bunun kvadratı. 3-ə ixtisar aparsam 2, 3-ə ixtisar aparsam 5. 2-də 5-in kvadratı da 4-də 25-dir. Yəni, A variantı. 9-cu sual. ABC və A1, B1, C1 oxşardır. Yenə sahələrin nisbətini istəyir. Deməli, SABC bölünsün SA1, B1, C1 bərabərdir. AB-nin A1, B1-ə nisbətinin kvadratına. Bu da bərabərdir 4 bölünsün 6-nın kvadratı. 4 bölü 6 bizə ixtisar gedir 3-də 2-nin kvadratı. O da 9-da 4 olacaq. Yəni A variantı. 10-cu sual. 2 oxşar üçbucağın sahələri 75 300-dür. İkinci üçbucağın bir tərəfi 9 olarsa, birinci üçbucağın uyğun tərəfini tapın. Sahələrinin nisbəti 75 bölünsün 300 bərabərdir. Bizə verilən tərəf ikincinin, onda məxrəcdə yazıram. 9-da x. Bax, bu nisbətin kvadratı olmalıdır. Bu da bərabərdir. Birinci burada ixtisar varsa ixtisar aparıram. Deməli, baxıram ki, 25-ə bölünür. 75-ə 25 ixtisar aparanda 3. 300-ü 25 ixtisar aparanda deməli 12. Düzdür? 3-ə ixtisar gedə bilir. Sürətdə 1, məxrəcdə də 4. İndi deməli, nə alındı bizdə? 4-də 1 bərabərdir, x kvadratı böl 81. Bununla çarpaz vuranda 4x kvadratı 81-dir, x kvadratı 81 bölünsün 4. X da bərabərdir, kök altında 81 böl 4, yəni 9 böl 2. Bu da 4,5 olacaq, D variantı. 11-ci sual. Düzgün altı bucaqlının neçə simmetriya oxu var? Mən burada şəkili əvvəlcədən çəkdim burada. Düzgün altı bucaqlının 6 dənə simmetriya oxu var. 3 dənəsi elə diaqonallardır və digər 3-ü də tərəfin orta nöqtələrindən keçən xəttlərdir. Cəmdə 6 dənə simmetriya oxu var. 12-ci sual. 2 oxşar çoxbucaqlının uyğun tərəfləri 12 cm və 16 cm-dir. Birinci çoxbucaqlının perimetri 60, ikinci çoxbucaqlının perimetrini tapın. Yenə, oxşar çoxbucaqlılarda perimetrlərin nisbəti tərəflərin nisbətinə bərabərdir. Birincinin perimetri bizə verilibdir. Neçə idi? Bir dəqiqə. 60. 60 bölünsün. İkincinin perimetrini bilmirim. Bərabərdir. Tərəflərin nisbəti. Birincinin tərəfi deməli uyğun olaraq 12-dir. 12 bölünsün. Digər də 16-dır. İndi burada çarpaz vursaq nə alınacaq? 12 P2 bərabərdir. 60 vur 16. Buradan da P2 bərabərdir. 60 vur 16 böl 12. 60 və 12 ixtisar gedir 5. Deməli, 5 vur 16 da bizdə olacaq 80 cm. Yəni, D variantı. 2 oxşar çoxbucaqlının perimetrləri 70 və 80-dir. Deməli, P1 böl P2, yəni 70 böl 80 bərabərdir. Tərəflərinin biri A1 verilib. A1 14 bölünsün digərinin tərəfi, yəni A2.
Deməli, sıfırlar ixtisar getdi. 7 çarpaz vuranda da 7A2, 7A2, 14 vur 8. Burada da hər tərəfi 7-yə böləndə elə A2 bərabər olur 2 vurulsun 8-ə. O da 16 santimetr. Yəni Y variantı olacaq cavabımız. 14-cü sual. Uyğun tənbələnlərinin nisbəti 5-də 1 olan iki oxşar çoxbucaqlının sahələrinin nisbətini tapın. Yenə eyni qaydada. Tənbələnlərinin nisbəti 5-də 1-dirsə, tənbələnlərin nisbətinin kvadratıdır sahələrin nisbəti. Bu da 25-də 1 B variantı. 15-ci sual. Sahələrinin nisbəti 48-də 27 olan iki oxşar çoxbucaqlının uyğun tənbələnlərinin nisbətini tapın. Deməli, bayaq dərsində yazdıqda bunun L1 bölünsün L2-nin kvadratı S1 böl S2-dir. İndi mən L1 böl L2-ni axtarıram, düzdür? Yəni tənbələnlərinin nisbətini. Onda sahələrinin nisbətini, yəni 27 böl 48-i kökün altında yazıram ki, uyğun cavabı tapım. Burada da neçəyə ixtisar gedə bilər? 3-ə ixtisar aparsam, sürətdə 9, məxrəcdə də 16. Düzdür? Və kök olaraq baxsaq, 9-dan 3 çıxır, 16-dan da 4 çıxır. Cavabımız 4-də 3 olacaq. Yəni D variantı. 16-cı sual. O x oxuna nəzərən mənfi 3 5 nöqtəsində simmetrik olan nöqtənin koordinatlarını tapın. O x oxuna nəzərən simmetrik deyilsə, x olduğu kimi qalacaq. Mənfi 3 verilibsə, mənfi 3 olaraq da qalır. Amma y əksinə dəyişir. 5 yox, 5-in əksi nədir? Mənfi 5. Deməli cavabımız olacaq D variantı. 17-ci sual. Bu nöqtəsinə koordinat başlanğıcına nəzərən simmetrik olan nöqtə koordinat müstəvisində harda yerləşir? Əgər bizə koordinat başlanğıcına, yəni 0-0-a nəzərən simmetrik nöqtə deyirsə, onda belə yazaq da, tutaq ki, koordinatlarımız x, y idi. Onda koordinat başlanğıcına nəzərən mənfi x, mənfi y olacaq. Yəni işarələr əksinə dəyişəcək. Mənfi 4, 7 idisə, mənfi 4-ün əksi 4, 7-nin də əksi mənfi 7. Deməli, biz 4 mənfi 7 nöqtəsi hansı rübdə yerləşir, onu tapmalıyıq. Biz də bilirik ki, rübləri tapmaq üçün baxıram burada, x yəni absis müsbətdir. Deməli, sağ tərəfdədir. Amma y mənfi 7-dir. Ordinat harda mənfidir? Aşağıda. Bu da gəlir hansı rübə düşür? 4-cü rübə, yəni C variantıdır. 18-ci sual. Deyir ki, bizə ABC üst bucağında MN orta xətti, MB'nin üst bucağının sahəsi 9,25 cm, ABC'nin sahəsini tapın. Bayaq demişdim, əgər orta xətt varsa, bura S-dirsə, aşağıdakı 4 bucaqlı 3S-dir. Bu zaman ABC üst bucağının sahəsi isə S və 3S-in cəmi olur, yəni 4S olacaq. İndi məndə deyir ki, ABC'nin sahəsini tap, yəni 4 vurulsun 9,25. Bu da 37-dir. Cavabımız C variantı. 19-cu sual. ABC MNK-ya oxşar olarsa, alfa üstəgəl beta çıxılsın qammanı tapın. Oxşardırsa, onda uyğun bucaqlar bir-birinə bərabərdir. Yəni, burada alfa bərabərdir elə 110 dərəcəyə. Sonra, beta bərabərdir qammaya. Burada alfa yazılmadı ki. Aha, alfa 110-a bərabərdir. Beta da qammaya bərabərdir. Beta da bərabərdir qammaya. Mənə deyir, alfa üstəgəl, yəni 110 üstəgəlsin. Beta çıxılsın qamma. Düzdür? Beta çıx, qammanı tap. Beta ilə qamma bir-birinə bərabərdir. Yəni, biri x-dırsa, o birisi də x-dır. Ona görə də bir-birindən çıxanda bunlar sıfıra gedir. Cavabımız elə 110 dərəcə olacaq. A variantı. 20-ci sual. ABC MNK-ya oxşar olarsa, alfa üstəgəl beta çıx qammanı hesablayın. Oxşar olduqlarına görə uyğun bucaqlar bir-birinə bərabərdir. Alfa bərabərdir 120 dərəcə. Və baxıram ki, qamma ilə beta da uyğundur. Yəni, qamma bərabərdir beta bucağına. Bunlara gəlin bir dənə x deyək. İndi mənə deyir ki, alfa, yəni 120 dərəcə, üstəgəl beta, x yazıram, çıxılsın qamma, o da x-dır. X-la mənfi x gelir, cavabımız elə 120 dərəcə olacaq. Yəni, B variantı. 21-ci sual. A nöqtəsinin koordinat başlanğıcına nəzərən simmetrik olduğu nöqtənin koordinatlarını tapın. Koordinat başlanğıcına nəzərən dəyişəndə həm x, həm də y-in koordinatları əksinə dəyişir. Mənfi 4-ün əksi olacaq 4, 5-in də əksi olacaq mənfi 5. 4 mənfi 5 B variantı. 22-ci sual. Yenə koordinat başlanğıcına nəzərən deyir. Onda yenə əksinə dəyişəcək. Mənfi 3-ün əksi 3, 7-nin də əksi mənfi 7. 3 mənfi 7, o da C variantı. 23-cü sual. Deməli,
A nöqtəsinin absis oxuna nəzərən simmetrik olduğu nöqtə. Absisə nəzərən deyirsə, absis olduğu kimi qalır. Düzdür? -2 verilibsə, -2 olaraq da qalacaq. -2, amma y əksinə dəyişəcək. 6 yox, -6 olacaq. O da hansı variant? D variantı. 24-cü sual. A nöqtəsinin absis oxuna nəzərən simmetrik olduğu nöqtə. Absisə nəzərən deyir. Yəni, absis saxlayırıq. -5 olduğu kimi qalır. Amma 8 əksinə dəyişirəm. Yəni, -8-ə. O da hansı variantdadır? A variantındadır. Sonra 25-də bu səfər ordinat oxuna nəzərən deyir. Bu zaman ordinat olduğu kimi qalacaq. Amma x əksinə dəyişəcək. -4-ün əksi olacaq. -4. Ordinat y-də olduğu kimi qalır. 4, 9 da hansıdır? B variantındadır. Sonra 26-da yenə ordinata nəzərən deyir. Bu zaman yenə ordinat, yəni y olduğu kimi qalır, amma x əksinə dəyişir. -2-nin əksi 2, 7-də olduğu kimi qalacaq. 2, 7 də hansı variantdadır? D variantındadır. 27-də deməli, A nöqtəsinin y bərabər x düz xəttinə nəzərən simmetrik olduğu nöqtənin koordinatlarını tapın. Burada y bərabər x düz xəttinə nəzərən dediyi üçün koordinatlar x, y kimi verilirsə, dəyişəndə yerləri dəyişəcək, işarələri isə olduğu kimi qalır. Y x kimi olacaq. İndi gəlin baxaq. -3, 5 verirsə yerləri dəyişəcək. 5 -3 olmalıdır, yəni C variantı. 28-də yenə y bərabər x düz xəttinə nəzərən yerlərini dəyişirəm. 7 -4, yəni D variantı. 29-cu sual. İndi isə y bərabər -x düz xəttinə nəzərən deyəcək simmetrik olan nöqtənin düzdür, -x. Aha. Belə olanda bizə x, y kimi verilirsə, yenə eyni qaydada yerləri dəyişir. Amma işarələr də həmçinin dəyişməlidir. -y, -x olacaq. İndi baxıram burada. -2, 8 verilib. Birinci yerlərini dəyişirik. Necə olacaq? 8, -2. Amma işarələr də dəyişməlidir. Mənfi olacaq müsbət, müsbət olanda mənfi olacaq. -8, -2, yəni A variantı. 30-cu sual. Y bərabər -x düz xəttinə nəzərən deyir yenə. Yerlərini dəyişirik. Necə olacaq? Deməli, 5, -3. Amma -x düz xətti dediyi üçün burada işarələri dəyişməlidir. Yəni, mənfilər müsbət, müsbətlər də mənfi oldu. -5, -3. -5, -3 D variantı. 31-ci sual. A nöqtəsinin y bərabər 5 düz xəttinə nəzərən simmetrik olduğu nöqtənin koordinatlarını tapın. Yadınızda saxlayın. Bizə hər hansı bir deməli x, y nöqtəsi verilir və deyirsə ki, y bərabər, deməli burada bunlar düşmədi. Y bərabər tutaq ki, hər hansı bir ədəd olsun da, y bərabər tutaq ki, B. Y bərabər B-yə nəzərən simmetrik olduğu nöqtəni axtaranda x olduğu kimi qalır. Deməli, x olduğu kimi qaldı. Amma y necə dəyişəcək? Bizə verilən ədəd nədir burada? B-dir, düzdür. Deməli, B-nin 2 mislindən çıxırıq y-i. Düsturumuz bu şəkildədir. Yəni, simmetrik olan nöqtəni bu şəkildə tapmalıyam. İndi mənə y bərabər 5 veribdir. X olduğu kimi qalmalıdır. 4, 8 nöqtəsi verilib. Düzdür. X olduğu kimi qalır. Y bərabər 5 düz xəttinə nəzərən dediyi üçün 2 vurulsun 5, çıxılsın 8. Bu da olacaq 4, 10 çıxılsın 8, o da 2. 4, 2 nöqtəsi, yəni A variantı. 32-ci sual. A nöqtəsinin y bərabər 4 düz xəttinə nəzərən simmetrik olduğu nöqtənin koordinatlarını tapın. Yenə x olduğu kimi qalacaq. 3 olduğu kimi qalır. 2-ni vururuq 4-ə, çıxırıq y. Yəni y burada 6-dır. 6-nı çıxırıq. Bu da olacaq 3, 2 nöqtəsi. 3, 2. O da hansı variantdadır? D variantında. 33-də isə x bərabər 8 düz xəttinə nəzərəndir. X bərabər 8-ə nəzərən deyirsə, bu səfər deməli 2-ni vuracam 8-ə, çıxacam 4-ü. Y isə olduğu kimi qalacaq. Bu da olacaq 12-yə 5. 12, 5 nöqtəsi, yəni D variantı. 34-cü sual. Deməli, yenə x bərabər 7-yə nəzərən deyir. Deməli, 2-ni vururuq 7-yə. 2-yə vur 7, çıxılsın x 3-dür. Y də olduğu kimi qalır. Bu da olacaq 14 çıx 3, yəni 11, 6. D variantı. 35-ci sual. Verilənlərdən hansı OX oxuna nəzərən simmetrik çevirmədir? OX oxuna nəzərən x olduğu kimi qalır.
Amma y əksinə dəyişir. Baxıram ki, burada elə A variantı doğrudur. -3 verilib, -3 olaraq qalıb. 8 verilib, əksinə dəyişib. Yəni -8 olub. Deməli cavabımız A variantıdır. 36-cı sual. Verilənlərdən hansı OY oxuna nəzərən simmetrik çevirmədir? OY oxuna nəzərən deyirsə, Y olduğu kimi qalmalıdır. Amma X əksinə dəyişməlidir. İndi baxaq görək hansı variantdır. Burada cavabımız C variantıdır. Çünki X 2 verilib, -2 olub. -7 verilən Y isə olduğu kimi qalıb. Cavabımız C'dir. 37-ci sual. Deyir ki, AB və CD parçaları K nöqtəsində kəsişir. Bucaq ACK bərabərdir bucaq DBK-ya və KD bərabərdir 8. Deməli, KD 8, CK 4, AK 5. Buradan KB'ni tapın deyir. KB də olsun bir dənə X. Birinci mən göstərməliyəm ki, bu üç bucaqlar oxşardır. Necə göstərəcəm? Əgər üç bucağın bizə bir bucaq, yəni ACK ilə deməli KBD verilib ki, bir-birinə bərabərdir. Həmçinin baxın burada CKA və BKD bucaqları var. Bunlar da qarşılıqlı bucaqlar olduğu üçün bir-birinə bərabərdir. Baxıram ki, üst bucağın iki bucağı bir-birinə bərabərdirsə, digər bucaqlar da bir-birinə bərabərdir. Yəni, bucaq A və bucaq D də bir-birinə bərabərdir. Deməli, burada ACK 3 bucağı, KBD 3 bucağı ilə oxşardır. İndi hansı tərəflərin bir-birinə nisbəti eyni olacaq? Onu tapmaq üçün də hansı bucağın qarşısında hansı tərəf yerləşir ona baxmalıyım. Mən bilirəm ki, deməli, hansı bucaqlar bərabərdir? Burada göstərmişəm. K bucağının qarşısında hansı tərəfdir? AC düzdür. Onda AC-nin nisbətini götürürəm digər bucaqda. K bucağının qarşısındakı tərəf hansıdır? BD. Yazaq bura. BD bərabərdir. Sonra baxıram C bucağına. C bucağının qarşısında AK yerləşir. Deməli, AK-nın digərində C bucağına bərabər olan bucaq B bucağıdır. B bucağının qarşısında yerləşir KD. Yazıram bura KD bərabərdir. Daha sonra hansı qaldı bizdə? A bucağı düzdür. Deməli, burada A-nın qarşısında CK yerləşir. CK bölünsün. Burada A-ya bərabər olan bucaq D bucağıdır. D bucağının qarşısında da KB yerləşir. Yazıram KB-yə nisbəti. İndi davam edirəm. Bizə verilən tərəflər hansıdır? CK 4-dür. Deməli, AK 5-dir. Deməli, belə yazaq da onu da. 5 bölünsün. KD neçədir? KD 8-dir. 5 böl 8 bərabərdir. 5-in başı yaxşı olmadı. Bir dəqiqə. Aha. Bərabərdir. CK böl KB. CK 4-dür. KB isə X-dir. Yazıram X. Buradan da çarpaz vursaq, görərik ki, 5x bərabər 32-dir. X da bərabər olacaq neçəyə? 8,4. Cavabımız hansı variantdır? 8,4 yox, 6,4. Aha, 6,4. Yəni B variantı. 38-ci sual. Deyir ki, AB və CD parçaları M nöqtəsində kəsişir. Aha, M nöqtəsində kəsişdiklərinə görə buradakı qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Daha sonra, gəlin bunu iki xətlə göstərək, bir xətlə digərini göstəriblər. Aha. Deyir ki, CBM ADM-ə bərabərdir, yəni bucaqlar bərabərdir. AD 10-dur, deməli, AD 10-dur. Sonra AM 5-dir, CM 3-dür. Və bizdən də CB-ni istəyir. CB-li X yazıram. Deməli, görürəm ki, burada 2 dənə 3 bucağın 2 bucağı artıq bir-birinə uyğundur, yəni bərabərdirsə, 3-cü bucaq da həmçinin, deməli, burada bir-birlərinə bərabərdir. İndi baxıram ki, bu 2-3 bucaq bir-biri ilə oxşardır. Yəni 3 bucaq da eynidirsə, artıq oxşardılar. Və uyğun bucaqların qarşısındakı tərəflərin nisbətləri eyni olmalıdır. Baxıram burada bucaq M-in qarşısında duran tərəflərə. Bucaq M-in qarşısında CB yanıb. Yəni CB bölünsün. Aşağıdakı üç bucaqda isə bucaq M-in qarşısında AD tərəfidir. Yazıram AD. Bərabərdir. Daha sonra burada. Baxıram B bucağına. Yuxarıdakı üç bucaqda B bucağının qarşısında CM-dir. Yazıram CM. Bölünsün. Aşağıda bucaq B-yə bərabər olan bucaq D-dir. Bucaq D-nin qarşısında da AM yerləşir. Yazıram AM.
İndi burada tərəflərin uzunluqlarını yerinə qoysam, CB x-dir. X bölünsün. AD 10'dur. 10 bərabərdir. CM 3'dür. AM də 5'dir. Burada da çarpaz vursam 5x bərabər 30, x də bərabər 6 alınır. Yəni hansı variant? A variantı. İndi isə keçirik 39-cu suala. 39-cu suala başlamazdan əvvəl sizə kiçik bir xatırlatma edim. Əgər hələ də kanalıma abunə deyilsəniz, kanalıma abunə olmağı unutmayın. ABCD trapeziyasında ABD və BCD bucaqları bir-birinə bərabərdir. Daha sonra BC bərabərdir 12-yə, 12, BD də bərabərdir 15-ə. Məndən də AD tərəfini istəyir. Burada olsun x. Mən bilirəm ki, burada deməli trapeziyanın oturacaqları bir-birinə paraleldir. Və paralel düz xəttlər BD, yəni üçüncü bir düz xəttlə kəsişən zaman daxili çarpaz bucaqlar yaranır. Yəni buradakı bucaq ADB alfa olarsa, bir alfa olsa, daxili çarpazdan CBD bucağımda alfa olacaq. Baxıram ki, verilmiş buradakı ABD üst bucağı ilə ABD ilə BCD üst bucağına. Baxıram bu iki üç bucağın iki dənə bucağı kongruentdir. Əgər iki bucaq kongruentdirsə, bu zaman bu iki üç bucaq oxşardır. İndi uyğun bucaqların qarşısındakı tərəflərin nisbətləri eyni olmalıdır. Baxıram burada alfanın qarşısında AB dayanıb, düzdür? Deməli aşağıdan yazaq. AB bölünsün. İndi baxıram BCD bucağına. BCD'də isə alfa bucağının qarşısı CD'dir. CD bərabərdir. Daha sonra burada ABD ilə BCD bucaqlarının kongruentliyi də bizə verilib. Bucaq B'nin qarşısında AD dayanıbdır. Yazıram AD. AD'nin ölçüsü x-dir. Gəlin x yazaq. X bölünsün. Bucaq C'nin qarşısında isə 15 verilib. Yazıram 15. Bərabərdir. Daha sonra baxıram burada hansı tərəflərin nisbəti qaldı. Deməli AB-ni AD-ni yazdıq. Qaldı bir dənə B-dir. BD bölünsün. Burada da hansı tərəf qalıbdır? CD-ni yazmışıq, BD-ni yazmışıq, bir də BC qalıbdır. O da 12-dir. İndi çarpaz vursam nə alınır? 15, bir dəqiqə mən BD-nin uzunluğunu gərək buraya yazardım da. BD ilə 15-dir. 15 vurulsun 15, yəni 225 bərabərdir 12x-a. X da bərabərdir 225 böl 12. Bunu da hesablayanda görürük ki, deməli cavabımız hansı variant olacaq? D variantı olacaq. 18 tam %75. Yenə eyni qaydada trapeziyada ABD və BCD bucaqları bir-birinə bərabərdir. Onda yuxarıdakı nisbətlə yazaq da, onsuz da eyni nisbətdir. Deməli, hansı nisbətlər olacaq bizdə? Baxıram yenə bu iki bucaq bir-birinə bərabərdir. Deməli, hansılar nisbətlərini götürək? Bizdən hansı tərəf istəyir? AD-ni istəyir. AD x olsun. Deməli, bucaq B-nin qarşısında x yazıram. X bölünsün. Bucaq B-ni uyğun olan bucaq C-dir. Bucaq C-nin qarşısında da BD dayanıb. BD-də 18-dir. 18 bərabərdir. İndi baxaq burada. Bucaq, baxın burada A bucağı var. A bucağı da elə bax D bucağı ilə kongruentdir. Bir dənə də xətt göstərək. BD-nin, yəni 18-in BC-yə nisbəti. BC-də 10'dur. Buradan da 10x bərabər 324, x da bərabər 32,4 olacaq. D variantı. ABC üç bucağında bucaq C 90 dərəcədir. CD AB-yə perpendikulyardır. AC 10, CD 6, deməli 10, CD 6. AB tərəfinin uzunluğunu hesablayın. AB də olsun, bir dəqiqə, bizdən hipotenuzu istəyir. AB də olsun 1x. Deməli, biz bilirik ki, düz bucaqlı üst bucaqların onsuz da bütün, yəni düz bucaqlı üst bucaqlarda bir təpə bucağımız 90 dərəcə olur. Əgər iki düz bucaqlı üst bucaqda bir dənə eyni, yəni eyni dərəcəyə malik olan iki bucağı varsa, həmin iki düz bucaqlı üst bucaq bir-biri ilə oxşar olacaq. İndi burada bucaq, demək üç bucaq ACB ilə. Baxaq biz burada deməli hansına baxa bilərik? CDB-yə. CDB-yə. Bu ikisi bir-birindən oxşardır.
Nəyə görə? Çünki hər ikisi düzbucaqlı üçbucaqdır və bir dənə ortaq itibucaq var. O da hansı itibucaqdır? CDB-ni mən göstərdim daha. Baxıram burada B bucağına. B bucağı hər ikisində də var. ACB-də də var, CDB-də də var. Sadəcə burada uyğun bucaqların qarşısındakı tərəflərə diqqətlə baxmaq lazımdır. Mən birinci növbədə baxıram ACB-yə. ACB-də 90 dərəcənin qarşısında duran tərəf AB-dir. Yazıram AB bölünsün. CDB üçbucağında isə 90 dərəcənin qarşısındakı tərəf CB-dir. Yazıram CB-yə nisbəti. Bərabərdir. Daha sonra ACB üçbucağında bucaq B-nin qarşısındakı tərəf 10-dur. Yazıram 10 bölünsün. CDB üçbucağında bucaq B-nin qarşısındakı tərəf 6-dır. Aha. İndi mən burada deməli Pifaqor teoremini tətbiq edə bilərəm. Sadəcə burada bir dəqiqə deməli AB burada nəyə bərabər olur çarpaz vuran zaman? Deməli hətta 2-yə də ixtisar aparaq. Deməli məxrəcdə 3, sürətdə də 5 alınır, düzdür? AB də bərabərdir nəyə? Deməli 5CB bölünsün 3-ə. İndi gətirib yerinə qoysam. Pifaqor teoreminə görə AC-nin kvadratı, yəni 10'un kvadratı üstə gəl. CB-nin kvadratı bərabərdir AB-nin kvadratına. AB-nin kvadratı da deməli 5 bölü 3 CB-dir. Bu ifadənin kvadratı olacaq. İndi deməli 100 üstə gəl. CB-yə bir dənə x yazsam, ya da bir də x yazmışdım əvvəlcədən, hə. Onda gəlin bir dənə a yazaq. Deməli a-nın kvadratı üstə gəl 9'da 25 a-nın kvadratı. Buradan da 100 bərabərdir 9'da 25 a kvadratı çıxılsın a kvadratı. Bu da 9'da 16 a kvadratıdır. Deməli burada a kvadratı da bərabər olacaq nəyə? 9 vur 100 böl 16. Bu da bərabərdir. A-nın uzunluğunu tapmaq üçün kök altına salacağım verilmiş ifadəni. A da bərabərdir. 9 vur 100 böl 16 kök altında. Buradan da kök necə çıxacaq? 9'dan 3 çıxır, 100'dən 10 çıxır, 16'dan da 4 çıxır. 30 böl 4 də 7,5'dir. İndi məndən istəyirdi AB-ni, düzdür? AB də bərabərdir nəyə? 5 vurulsun CB, yəni 7,5 bölünsün 3. Bu da bərabərdir 5 vurulsun 2,5, yəni 12,5'ə. A variantı. 42-ci sual. Deməli, burada da bizdən AB tərəfini istədi yenə. Birinci baxıram oxşarlığa. Görürəm ki, dən düzbucaqlı üçbucağım var. Deməli, ACB ilə ACB oxşardır CDB üçbucağına. İndi hansı tərəflərin nisbəti oxşardır ona baxmaq lazımdır. Böyük üçbucaqda düz bucaq, yəni C bucağının qarşısındakı tərəf AB-dir. AB-yə bir dənə x deyirəm. Olacaq x bölünsün. Kiçik üçbucaq CDB götürmüşəm. CDB-də 90'ın qarşısındakı tərəf CB-dir. CB-nin uzunluğu var 13'dür. Yazıram x bölünsün 13. Bərabərdir. Daha sonra bizdə götürək burada B bucağını. ACB üçbucağında bucaq B-nin qarşısındakı tərəf AC-dir. Yazaq. AC bölünsün. CDB üçbucağında isə bucaq B-nin qarşısındakı tərəf CD-dir. CD-nin də uzunluğu var 12'dir. İndi buradan mən x əvəz eləyə bilərəm. X bərabərdir 13 AC bölünsün 12'yə. AC'yə də gəlin bir dənə A deyək. Bu da olsun 13A böl 12. İndi Pifaqor teoremini tətbiq edəcəm. AC-nin kvadratı, yəni deməli AC-yə mən A demişdim də A kvadratı üstə gəl. CB-nin kvadratı. CB-də 13'dür. 13'ün kvadratı. Bərabərdir AB-nin, yəni x-in kvadratına. X-a da mən burada əvəz eləmişəm. 12'də 13A. Bax, bu ifadənin kvadratı. Tənlik həll edəcək. 13'ün kvadratı bərabərdir. Burada 169 böl 144 A kvadratı. Digər A kvadrat tənliyin digər tərəfinə keçir. Olur necə? Çıxılsın A kvadrat. Bu da bərabərdir. 144'də
Deməli 25 olacaq. 25 a kvadratı. Buradan da deməli 169 bərabərdir 25 böl 144 a kvadratı aldıq. Çarpaz vursaq, bir dəqiqə səhv yerə düşdü. Aha. Burada 169'un məxrəci nədir? 1. Çarpaz vursam 25 a kvadratı bərabər 169 vur 144. 144. Aha. Buradan da a bərabərdir. Kök altında 169 vur 144 böl 25. Buradan da kök çıxacaq. 13 vur 12 böl 5. Bunu da hesaplasaq 13 vurulsun 2,4 olacaq. 13'də 2 onda 4'ə vuranda cavabımız olacaq. Deməli 33,8 A variantı. 43-cü sual deyir ki, A və B nöqtələri C nöqtəsinin nəzərən simmetrik olarsa A və B-nin qiymətini tapın. Yadınızda saxlayın. Hər hansı bir XY nöqtəsini deyirsək ki, AB nöqtəsinin nəzərən simmetrik olan nöqtəni tapın. Bu zaman deməli X-in koordinat dəyişəcək, bax bu şəkildə olur. 2 vurulsun A nöqtəsi çıx X virgül Y də həmçinin 2 vurulsun B nöqtəsi çıx Y kimi olacaq. İndi gəlin burada yerinə qoyaq. A nöqtəsi bizə verilmişdi ki A2 şəklindədir. İndi C nöqtəsinə nəzərən deyir. C nöqtəsi 1, 0'dır. 1, 0. Bu nöqtəyə nəzərən necə olacaq? 2 vurulsun 1 çıxılsın A. Digəri də 2 vurulsun 0 çıxılsın 2 şəklində olacaq. Bizə nə deyir burada? A və B-ni tapın deyir düzdür. Burada nə alınacaq? Deməli 2 çıxılsın A və mənfi 2 alınır. Bax bu aldığım bu koordinat B nöqtəsinin koordinatlarıdır. Yəni bu ifadə bərabərdir 0 B-yə. Deməli 2 çıx A bərabərdir 0, mənfi 2 də bərabərdir B-yə. Buradan A bərabərdir 2. A 2'dir, B də mənfi 2'dir. 2 mənfi 2 variantı da C variantındadır. 104-cü sual. Deyir ki, oturacaqları 12 və 18 cm olan, hündürlüyü 45 olan trapeziyanın diagonallarının kəsişmə nöqtəsindən böyük oturacağa qədər olan məsafəni tapın. Mən şəkli əvvəlcədən burada çəkmişəm. İndi baxıram burada. Gəlin bura bir O nöqtəsi olsun. BOC və deməli BOC və AO D bucaqlarına. Baxıram ki, burada O bucağı qarşılıqlı bucaqlardır. Həmçinin daxili çarpazdan D bucağım B bucağına, C bucağım da A bucağına bərabərdir. Deməli BOC və AOD-nin üç bucağı da eynidirsə, oxşardılar. BOC və AOD bucaqların oxşardır. Onda uyğun bucaqların qarşısındakı tərəflərin nisbətləri eynidir. Birinci BOC üçün yazsam, sürəti yəni BOC-nin tərəflərini yazacağam. BOC-də O bucağının qarşısında BC-dir, yəni 12. AOD bucağında O bucağının qarşısında hansıdır? AD, yəni 18. Bərabərdir. İndi belə bir qaydamız var ki, əgər bu iki bucağın yəni oxşar olduğu məlumdursa, burada tərəflərin nisbəti elə hündürlüklərin nisbətinə bərabərdir. Yəni hündürlüklər necədir burada? Deməli BOC-də hündürlük bilmirəm də nədir? Bir dənə hündürlük çəksəm, olsa bir dənə H hündürlüyü. Onda bax bu H-a mən X desəm, X bölünsün. AOD bucağında isə hündürlüyümün uzunluğu olacaq neçə? 45 çıxılsın X yazıram. 45 çıx X. Bir dəqiqə burada əlavə çıx düşdü. Nəyə görə 45 çıx X oldu? Çünki hündürlüklər bizə verilibdir. Hündürlüyü 45'dir. X ilə 45 çıx X-in cəmi 45 verməlidir. Burada da ixtisar aparsam, 3'ə ixtisar aparaq, 6'ya ixtisar aparaq. Sürətdə 2 məxrəcdə 3, çarpaz vuranda da 90 çıx 2x bərabərdir 3x-a. Buradan 90 bərabərdir 5x-a, x da bərabərdir 18'ə. Məndən deyir ki, böyük oturacağı çəkilən tap. Böyük oturacağı çəkilən hansıydı? 45 çıx x.
45 çıxılsın 18, bu da 27'dir. Yəni B variantı. 45-ci sual. Oturacaqları 12 və 15 sm olan, burada 18 silim 15 yazalım deməli 15. Hündürlüyü isə 54. Hündürlüyümüz isə 54. Diaqonalların kəsişmə nöqtəsindən böyük oturacağı qədər olan məsafə. Burada gəlin böyük oturacağı qədər olan məsafəmiz olsun x. İndi burada hündürlüyüm 54'dür. Buradan aşağıya qədər olan məsafə. Məsafə hər zaman riyaziyyatda hündürlük deməkdir. X-dırsa, buradan diaqonalların kəsişmə nöqtəsindən kiçik oturacağı qədər olan məsafə isə 54 çıx x olacaq. Nəyə görə? Çünki ikisinin cəmi 54 verməlidir. İndi bayaqki kimi yenə BOC və AOD üst bucaqlarım oxşardır. Nəyə görə? Çünki burada bucaq O qarşılıqlı bucaqlardır. Bucaq B ilə D daxil çarpazdır. Həmçinin C bucağı ilə də A bucağı daxil çarpazdır. O zaman eyni, yəni uyğun bucaqların qarşısındakı tərəflərin nisbəti bir-birinə bərabərdir. Daha doğrusu burada hündürlüklə əlaqəli yazacaqıq. Yəni tərəflərin nisbəti hündürlüklərin nisbətinə bərabərdir oxşar bucaqlarda. Onda birinci BOC üçün yazsam, BOC-də deməli onun qarşısındakı tərəf 12'dir. 12 bölünsün aşağıdakı 3 bucaq, yəni AOD-də isə 15'dir. 12 böl 15 bərabərdir. BOC-də hündürlüyüm 54 çıx x-dır. AOD-də isə x-dır. 3'ü ixtisar aparsam 5'də 4 çarpazla vuranda 4x bərabərdir. 270 çıx 5x. 9x 270'dir. X da 30'dur. Məndən də bunu istəyirdi. Cavabımız A variantı. 46-cı sual. Deməli, A və B nöqtələri verilmişdir. C nöqtəsi AB parçasının orta nöqtəsidir. C nöqtəsi ilə OX oxunun nəzərən simmetrik olan nöqtəni tapın. Aha. Deməli, birinci gəlin C nöqtəsini tapaq. C nöqtəsinin koordinatları x, y olsa, əgər orta nöqtədirsə, x A və B'nin absislərinin cəminin orta nöqtəsidir. Yəni 5 üstə gəl -13 bölünsün 2. Bu da olacaq -4. Y isə ordinatlarının cəminin yarısıdır. Bu da olacaq 6 bölü 2, yəni 3. Deməli, C-nin koordinatları -4, 3 nöqtəsidir. Deyir ki, C-də OX oxuna nəzərən simmetrik olsun. Bu zaman x olduğu kimi qalacaq, -4 olduğu kimi qalır, amma y əksinə dəyişir. -4, -3. Bu da B variantıdır. Bu günlük bu qədər uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Əgər siz də bu cür videoların davamının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.